Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qurulan proaktiv mexanizm yalnız pensiya təyinatının deyil, pensiyanın yenidən hesablanmasının elektron sistem üzərindən avtomatik həyata keçirilməsinə imkan yaradıb. Yaşa görə pensiya təyin edilmiş şəxs pensiya təyinatından sonra işləməkdə davam etdikdə, bu iş dövrünün 6 ili tamam olduğu gün pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanaraq artırılır. İşləyən pensiyaçılara, məsələn, başlayaq yaşa görə pensiya növündən. Yaşa görə pensiyası, əgər yaşa görə pensiya təyin olunduqdan sonra işləməkdə davam edirsə, onun pensiyası pensiya təyin olunduqdan sonra topladığı kapitala görə 6 ildən bir yenidən hesablanır və yaxud da 6 ildən tez pensiya, yəni işdən azad olunarsa, onda yenə də onun həmin dövrdə işlədiyi hesablanır. Məsələn, pensiya təyinatından sonra əgər 5 il işləyib işdən çıxırsa, o 5 il müddətinə də topladığı kapital artıq 144-də deyil, 5 il 60 ay çıxılmaqla yerdə qalana bölünməklə onun pensiyasının üzərinə əlavə olunur. Bildiyiniz kimi, bu yenidən hesablama həm yaşda, həm işdən çıxmada, həm də 6 illikdə elektron qaydada həyata keçirilir. Keçən ilin dekabrından artıq proqramda funksionallıq qurulub. Bu il kimlərdə bu hüquq yaranırsa, onlar elektron qaydada artıq heç bir müraciət olunmadan hesablanaraq onun pensiyalarının üzərinə əlavə edilir. İkinci 50-yə görə pensiyalarda da həmin yenidən hesablama mövcuddur. Burada 6 ildən bir deyil, yalnız 50-yə görə pensiya nə vaxt işdən çıxdıqdan sonra onun yaşına uyğun qanunvericiliklə düstur müəyyən olunur. O kapital həmin düstura bölünməklə işdən çıxdıqda onların pensiyasının üzərinə əlavə edilməklə həyata keçirilir. Bu da yenə də bayaq qeyd etdiyim kimi artıq bunlar da elektron qaydada hesablanması həyata keçirilir.